Zaqatala haqqında indiyə qədər izləyicilərə gələn suallara cavablar verməyə çalışıram. Ən çox verilən sual əlbəttə ki, görməli yerlər olur. Tövsiyə elədiyimiz Zaqatala meydan, Qalıcı pilləkənləri, Zaqatala qalası, Heydərliyev parkı, Kilsə, yuxarı çaraqlarda Pəri qaladır, Hoplekdir, Qəbizlərə kəndidir, Car kəndidir. Təbiətinə görə gözəl olan yerləri buranı tövsiyə edirəm. Restoranlarda da əgər siz şəkil çəkdirməyi, şəkildə gözəl düşməyi xoşdurursa, Taurus ideal yerdir şəkil baxımından. Amma mən ora mətbəxini, yeməklərin dadını bəyənmirəm. Oteldə də 4-5 dəfə dostlarım qalıb, bəyənməyiblər, hər dəfə narazı qalıblar. Yanında evim otel var, restoran da yaxşıdır, otel də yaxşıdır, yeməklər də ləzzətlidir. Bizdə rayonda demək olar kebabları çox da yaxşı vermirlər, amma rayonda ən dadlı kebab verilən yer Şam kafesidir. Carda yerləşən daşlıq restorandır. Mən orada da dadlı kebab yemişəm. Üzbözdə Ləzzət restoranı var, ağac üstündə besetkaları var. Qəbizlərə kəndinin girişində solda ay işığıdır, palmadır, restoran var, adını unutmuşam. Onların hamısını demək olar ki, xəmiri xörəklərini çox ideal verirlər. Balıq da yemək istəsəz, Qanat yolunun üstündə bütün mən bildiyim restoranlar meşəlikdir. Dəmir yolu keçdim. Farel təsərrüfatı var orada. Yəni fındıqlının girişində sağda solda 2 dənə pavilyon var. Bizdə Gürcü mətbəxində ən yaxşılar Ayxan restoranıdır. Bir də Talançında Durmagəl var. Gürcü xəngəlini çox ləzzətli verirlər. Bunlar səhhəli üçün sırf Suvagili tövsiyə edirəm. Rayonda mənə görə bu xəngəlini ləzzətli hazırlayan heç bir restoran yoxdur. Heç kimə tövsiyə edirəm ki, gedib restoranda yesinlər. Zaqatala haqqında başqa suallarınız varsa, rəylərdə qeyd edin, cavablandıracağam.